Elman Nəsirovun qızından şok açıqlama. Elman Nəsirov nə desə yaxşı. Mənim elə bir qızım yoxdur. Bu radikal müxalifətin mənə qurduğu bir oyundur. Onlar bilir ki, mən onlara qarşı ən qətiyyətli mübarizə aparan deputatam. Baxın ha, deputat öz qızına sahib çıxmır ay qardaş. Deyir ki, radikal müxalifətin işidir ay. Radikal müxalifət sənin əvəzinə sən birinci arvadını qayırıb qızımı doğuzdur da. Sən demə Elman Nəsirov namussuzun yekəsiymiş ki. Gəlin baxaq. Milli Məclisin deputatı Elman Nəsirovun ilk nikahından, yəni ilk rəsmi nikahından olan evladıyam. Tək yeganə evladıyam. Bu da bu qız var ya, bayaq danışır. Onun anasının, yəni Elman Nəsirovun birinci arvadının çıxışıdır. Elman Nəsirovun övladından bağlıdır. Mən onun anasıyam. Allah təzasını verəcək adam. Mənim qızım çöllərdə qalır. 2 uşağı ilə, körpəsi ilə. İmkanı yoxdur. Qaynatası pislik içir, narahat edir. Bu, bax, onun Elman Nəsirovun birinci arvadı toy şəkildir, baxın. Elman Nəsirov deyir, radikal müxalifət mənə oyun qurubdur, deyir. Aya, bu dəlidir, nədir? Aya, bunların arvadı hamilə qalsa, deyəcək, bu radikal müxalifətdən hamilə qalıb arvadı. Bu, nə yaman uğraş qədəymiş, O arvadıdır, o qızıdır, aya nə qəhbə hakimiyyətiymiş. Ümumiyyətcə bu hakimiyyətin içində bir daha əmin oldum ki, salamat adam yoxdur. Arvadıdır, bax o qızıdır, indi 2 uşağı var çöldə qalıbdır. Bu Elman Nəsirovdur, danışığı sifətsiz ad oxşuyur ha qızının. Elman Nəsirovun da belə qığı deyən kimi danışığı var. Qızı da elə danışır, danışığı da oxşuyur. Tərəfini tutmuruq biz, dəyərli həmvətənlərin bu nə arvadının, nə qızının vaxtında çıxardılar ortaya. İndi hökumətin sonu gəlib hələ çox səslər çıxacaq. Sadəcə məsələ budur ki, Misir Mərdanov Ramizdən danışdı. Şəkilləri paylaşıldı. Fəzail danışdı. Ağamalının şəkilləri paylaşıldı. Məktubu yayımlandı. Fəzail Ağamalı ki deyir, ha, Ramiz Mehdiyev şərəfsizdir, xaindir, belədir, mən ona salam vermərəm, o belə, bu belə. Hökumət dağılır, bunların ailəsi də dağılır ha. Bacı qardaş arasında partiya davası, Fəzail Ağamalı oğlunu qovdu, bacı qardaş arasında mal-mülk davası gedir artıq. Mən deyəndə haram pullar heç kimə qismət olmayacaq, inanmırsınız. Bacı qardaş bıçaq davasına çıxıblar. Bu qəhbə südü əmən var. Ramiz Mehdiyev şəkil yaydı ki, aya, ən birinci mənim şeyimi dəsmallayan sən olubsan, ala bax. Ən birinci Ramiz Mehdiyevin daşşaqlarını əmən, oynadan, əlini öpən Fəzail Ağamalıymış. Bax, bu Ramiz Mehdiyevdir, bu ortadakı bilmirəm kimdir, o siması qəhbənin tanış gəlir. Bu da Fəzail Ağamalıdır bu. Allah bilir bu 70-ci, 60-cı illərin şəkilidir. Fəzail Ağamalı Ramiz Mehdiyevin qabağında əsas duruşda durur. Hələ haçan, o illərdə. Elman, Ramiz Mehdiyevə qarşı danışdı. Ramiz, Elman Nəsirovun arvadını, uşağını, arxivini tökdü ortaya. Yəqin ki, hardansa siqnal göndərdiriblər ki, acından ölmürsünüz. Davay, çıxın deyin, atamız falan kəsdi. Elman Nəsirovdan sonra bütün hakimiyyət, başda Mehriban Əliyeva olmaqda, hamısı soxub içinə, heç kim Ramizdən danışmaq istəmir. Ramiz Mehdiyev dedi, dalınızı dağıda. Mən demirəm Ramiz Mehdiyev bunlardan yaxşıdır. O da qəhbənin yekəsidir. Deyirlər, müxalifəti dəstəkləyir maddi dəstək. Həqiqətən maddi dəstək verərdi müxalifətə. Bir balaca şərəf ləyaqət olsaydı. Maddi dəstəkdən də betər bizə müxalifətə lazımdır. Məxvi arxivlər, sənədlər, seks kasetləri onlar verilərdi bizə. Biz də işimizi görərdik.